Rusiya işğalçılığı davam elətdirir və böyük bir SSR hansı adı altında olursa olsun bərpa eləmə imkanlarını arayır. Əgər Allah eləməmişdən bu savaşda Rusiya qalib çıxarsa, dünyanı böyük fəlakətlər gözləyir. Onun iştahı daha böyükdür. Dəyərli izləyicilər, Kanal 13-ün efirindən sizləri salamlayıram. Efirdə mən Şamil Emin sizinləyəm. Qonağım isə İstiqlalçı deputat Milli Dirçəliş Hərəkəti Partiyasının sədri Fərəc Quliyevdir. Fərəc bəy, xoş gördük sizi. Xoş gördük, təşəkkür edirəm gəlmişsiniz. Mən təşəkkür edirəm dəvəti qəbul etdiyiniz üçün. Fərəc bəy, bilirsiniz ki, Rusiya bir aydan çoxdur ki, Ukrayna ərazilərinə hücum edib, Ukraynada humanitar fəlakət yaşanır, insanlar öldürülür, günahsız körpələr öldürülür. Rusiyanın bu təcavüzünü, Ukrayna xalqının isə müqavimətini necə dəyərləndirirsiniz? Bir daha təşəkkür edirəm və hesab edirəm ki, bugün ümumiyyətlə dünyanı düşündürən bir məsələdir və bizim də bu məsələlərdə layiq olmamız mümkün deyil. Həm bölgədə baş verən hadisələr, həm bizim yaxın qonşunun özünün, Rusiyanın birbaşa prosesdə olması və həssas bir məsələ, separatizmlə bağlı olan da məsələlər ortada olduğundan bizim bir neçə qat bu məsələlərdə deyək ki, marağımız var ki, məsələ rahat şəkildə, dinç yolla həll olunsun. Əslində, baş verən hadisə üzdə olaraqdan Ukrayna-Rusiya müharibəsi kimi görsənsə də, bu böyük bir müharibədir, savaşdır. İki dünya görsün savaşdır əslində və hesab edirəm ki, burada Amerika Birləşmiş Ştatları, NATO timsalında Rusiyanın şər oxu ilə bir savaşı gedir. Və Rusiyanın Ukrayna ərazilərini işğal eləməsi yeni hadisə deyil. 2014-cü ildə təbii ki, işğal hadisəsi baş vermişdi. Çox təəssüflər olsun ki, dünya o vaxtlar adekvat bir münasibət bildirmədi. Belə hallarda revanşizm imkanları artır. Mən hesab edirəm ki, bugün bizdə Azərbaycanlıların soyqırım günüdür. Bundan bağlı biz müraciət eləmişdik. Bildiririk ki, əgər belə hadisələrdə cəzasızlıq olarsa, qarşı alınmazsa, pis bir ənənə də yaranır. Baxın, 18-ci ildə olmuşdu bir soyqırım, 74 il sonra Xocalda eyni hadisə baş verdi və Ermənistanın prezidenti açıq şəkildə qürurla bildirir ki, biz bilərəkdən dinc əhalini qırdıq ki, bilsinlər ki, biz dinc əhalini gücləşə etməyəcəyik. Mən bu analogiyanı yer gəlmişkən bildirdim. Rusiya 2014-cü ildə Ukrayna ərazilərini işğal edəndən sonra adekvat bir münasibət görmədi. Amma göründüyü qədər indiki halda həm Ukrayna özünə gəldi, müəyyən qədər toparlandı və özünün ordusunu sahmana saldı. Mən həmişə bildirirdim ki, hətta Ukrayna heç bir kömək almadan belə Rusiya ordusundan döyüşmə imkanlarına malikdir. Həm ərazisi çox böyükdür, həm əhalisi çoxdur, həm də deyək ki, müharibə aparmaq təcrübəsi vardı. O özünün çox ciddi hərbi sənaye kompleksi var idi. Ukraynanın savaşmaq, bir döyüşə girmək məncə Rusiya tərəfindən çox ciddi şəkildə bir yanlış idi və hadisələr bunu göstərir ki, Rusiya hesab kitabında da bunu nəzərə almamışdı. Yəni, prinsip etibarıyla baş verən hadisəni mən bayaq dediyim kimi qərb dəyərləri ilə şər üçbucağının toqquşması kimi dəyərləndirirəm və Ukrayna azadlıq savaşındadır, bunu adıyla demək lazımdır. Rusiya işğalçılığı davam elətdirir və böyük bir SSR hansı adı altında olursa olsun bərpa eləmə imkanlarını arayır. Əgər Allah eləməmişdən bu savaşda Rusiya qalib çıxarsa, dünyanı böyük fəlakətlər gözləyir. Onun iştahı daha böyükdür və indi məlum olur ki, Cənab Poroshenko da demişdi ki, hətta Rusiya ifadə edirdi ki, biz gələcəkdə Baltikan ölkələri, Polşanı falan da tutmaq imkanlarına malikik. Son zamanlarda belə ifadələri var idi və s. Yəni, əslində bu revanşist imkanlar dünyanı təhdid edən bir ocağın söndürülməsi üçün də bir zəmin şərait yaranırdı. Ona görə dünya əl-ayağını yığışdırmaqla bu məsələnin prosesinin üzərinə gedir və hesab edirəm ki, məsələ olduqca gəlizdir, olduqca çətindir, amma bəşəriyyəti xilas eləmək üçün indi yaranmış şəraitdən də məncə o ədalətli güclər, dünyanın sahibliyini axtaranlar da məncə bir yol axtarmalı, tapmalıdır. Başqa yol yoxdur. Sizcə bu müharibədə Rusiya qalib olacaqmı Fərəc bəy? Bu Rusiyanı bir şər qüvvə kimi xarakterizə etdiniz. Təbii. Mən qətiyyən şübhələnmirəm ki, Ukrayna xalqı sonuçda qalib çıxacaqdır. Rusiyanın heç bir şansı yoxdur.
və mən əvvəl də bildirdim ki, böyük müharibə gözlənilir, lokal şəkildə müharibə olacaq. İndi bu, mən böyük müharibə deyəndə NATO-nun, Amerikanın birbaşa müharibə girməsini deyirdim. Çünki Rusiya hər tərəfə deyək ki, əlcə yatırdı və bildirirdi ki, əgər hər hansı bir dövlət Ukrayna məsələdə NATO-ya qəbul eləmək tipində olsun, yaxud silahların yerləşməsi məsələsində olsun, belə köməklər eləyərsə, böyük bir müharibə ilə qarşılaşacaqlar. Mən düşünürdüm ki, Rusiyanın belə bir gücü yox təbii ki. Amma hər halda Ukrayna xalqının birinci raundda ciddi zərbələr almasına baxmayaraq, artıq görünən odur ki, Rusiya prosesdə məğlub olubdur, artıq geri çəkilir. İndi danışıqlar adı altında bir bəhanə tapıbdır və əslində bir hekayə düzəldir, qələbə hekayəsi düzəldir və bildirir ki, Şoygu biz birinci etapı bitirdik, nəzərdə tutduğumuz kimi, ikinci mərhələ üçün geri çəkilirik və biz birinci mərhələdə Ukraynanın ordusunu dağıtmalıydıq falan. Amma bunlar nağıldır. Çünki indi Rusiyanın əvvəlki tələblərinə fikir versəz görərsiniz ki, orada silahsızlaşdırma prosesi, hakimiyyətin dəyişdirilməsi məsələlərindən tamamən geri çəkiliblər. Son İstanbul görüşündə heç bu məsələləri masaya atmadılar, qaldırmadılar. Və heç onlardan heç bir tələb olmadan Ukrayna tərəfindən ordularını geri çağırdılar. Yəni bir bəhanə ilə geri çəkilməyə çalışırlar. Mən hesab edirəm ki, bu məsələdə Ukrayna birməna şəkildə qalib gələcəkdir. Həm ona görə ki, heç olmadığı qədər Ukrayna toparlandı. Baxın, müharibədən əvvəl Zelenskinin sosial sorğularda reytingi 26%-dən çox deyildi. Bugün bəlkə %100'dür. Və orada keçmiş hakimiyyətdə olanlar, indi hakimiyyətdə iddialı olanlar hər biri də bir yerdadır bu məsələdə. Zelenski ilə bir yerdədirlər. Ukrayna xalqı tamamən səfərbər olunubdur. Dinc əhali çıxmasına baxmayaraq, indi 3 milyondan çox qaçqın vardı. İnsanlar aparıb yerləşdirilən ailələrin könüllü olaraq geri qayıdılar hətta. Yəni, həm öz gücləri, həm beynəlxalq təşkilatların, NATO-nun açıq şəkildə deyək ki, ərazinə əsgərlə girməsə də bütün imkanlarını ortaya qoymasını göstərir ki, anlayırlar ki, Ukrayna Rusiya savaşı, burada Ukrayna Rusiyanla savaşmır. Ukrayna özü üçün Ukrayna namına savaşmır, bütün dünya namına savaşır, Avropa üçün savaşır və orada Ukrayna alacağı zərbə, zədəbə, mən bunu xüsusən bir daha qeyd edilməsəm ki, heç mən çox kiçik az ehtimal edirəm ki, məğlub ola bilər Ukrayna. O hal olarsa, Qərbin çox böyük fəlakətlər yaşanması səbəb olur. Ona görə gəl bütün imkanlarına, silahına, sursatına, maliyyəsi ilə, siyasəti ilə, sanksiyalarına, hamısına Ukraynanın yanında. Ona görə mən sualınızı yekunlaşdırdım ki, cavabı bu məsələdə mən Ukraynanın məğlub olacağını düşünmürəm. Ukrayna qalib gələcəkdir və çox qısa zaman ərzində bərpa olunacaqdır, bütün dünyana yardım edəcəkdir və dünyanın ən gözəl, ən güclü ölkələrindən birinə çevirəcəkdir. Buna heç kim şübhəsi olmaz. Fərəc bəy, yəqin məlumatınız var. Açıqlanan məlumata görə Cənubi Osetiya rəhbəri Osetiyanın Rusiya birləşməsi üçün referendum keçirilməsi ilə bağlı məlumat yayıb. Referendum keçiriləcəyi təqdirdə, yəni Cənubi Osetiya Rusiya ilhaq olunacağı təqdirdə yenidən bir böhran yaranırmı? Yeni bir böhran ki, bu Qərblə Rusiyanın daha da münasibətlərini gərgin vəziyyətə gətirsin. Bilirsiniz, bu təbii ki, Rusiyanın layihəsidir, Rusiyanın istəyidir. Rusiya gücdən ərazilərini işğal etdi. Biz bunu bilirik və həmişə də bunu ən müxtəlif tribunlardan ifadə eləmişik. Mən Rusiyanın olduqca çıxılmaz vəziyyətdə olduğunu anlayıram. Çox təəssüflər olsun ki, Rusiya həmişə prosesi səngitmək, çıxış yol axtarmaq, əməkdaşlıq, səhvləri düzəltmək əvəzinə daha da ciddi şəkildə belə vəziyyəti qəlizləşdirmək, yeni gərgin vəziyyət yaratmaq və burada bəlkə də ifadəsi ilə bir vəziyyətdən çıxmaq var. Dünya müharibələrinin 1-ci Dünya Savaşında, 2-ci Dünya Savaşında da eyni hadisələr baş verdi. Yəni, belə dövlətlər həm daxili çətinliklərdən qurtulmaq üçün, həm beynəlxalq məsələlərdə öz yerlərini itirməmək üçün müharibəni axtarırlar. İndi ikinci bir yerdə beləcə başmaq istəyib Rusiyadan gələn məsələdir. Heç təsadüf deyil ki, artıq məlumatlar var ki, Rusiya Xersonda da bir referendum keçirmək istəyir və üçüncü orada bir respublikanın deyirlər, narası elan etdirmək marağındadır. Amma mən hesab eləmirəm ki, bu bir şey dəyişər. Bəlkə bunu belə canlandırmaqla Rusiya geri çəkildiyi anda həm də daxildəki elektoratına bir müsbət nəsə verməyə çalışır ki, biz nəinki orada müharibədə itirdik, hətta bu təzyiqlərdən sonra başqa bir ərazidə bizə daxil olur. Çünki indi geri çəkiləndə Rusiya nəyə qazanıb geri çəkir ki, müharibədən əvvəlki vəziyyət
Donbas dedikləri o Luganski, Donetski və Krım onsuz da işğal altındadır. Və orada yenə bayaq dediyimiz kimi demilitarizasiya və denasifikasiya proseslərindən geri çəkildi tələblərindən. İndi artıq geri çəkilir, 17 minə qədər də itki ilə geri çəkilir, xeyri texnikan. Nəyi qazanıb geri çəkilir? Rusiya istimaməti bu sualın qarşısında qoyacaq daxil. Bir bəhanələ biz indi Donbasa qayıdırıq deyirlər. Sən oradaydın, onsuz da zaten işğal eləmişdin. Və bu mənada o Osetiya oyununu qoymaq, Xersonda bir qurama bir məsələ qurmaq, bunlar mənasız məsələlərdir. Hesab edirəm ki, Ukrayna bu məsələlərdə güzəştə getməyəcəkdir. İndi bu danışıqlar prosesi var, amma mən bugün mətbuatda baxdım ki, artıq Biden deyir ki, Amerika Birləşmiş Ştatları qara dövlət kimi olmaq məsələsini hələlik müzakirə eləmək fikrində deyil. Yəni, bu onu göstərir ki, Ukrayna ki, bir neçə dövlətin qara dövlət olmasını istəyirdi. O cümlədən də Təhlükəsizlik Şurasının üzvləri və Türkiyənin də olmasını, Almaniyanın da olmasını istəyirdi. Amerikanın cavabı odur ki, savaş davam edəcəkdir. Bizim bu savaşın bitəcəyinə hələlik gümanımız yoxdur, açması buna oxşuyur. Üstəlik, Ukrayna tərəf açıq şəkildə ərazi bütövlüyümüzdən imtina eləməyəcək deyirsə, nəinki Xersonda bir referendum, Donetskin, Luganskin, Krımın məsələləri də ortadadır və kifayət qədər imkanları var ki, hücumdan Rusiyanı çıxarsın. Məncə, o Osetiya məsələsi daha çox Rusiyanın məğlub olacağı gün üçün əlində bir proqram qayıtdım kimi imitasiyadan başqa bir şey deyil və əhəmiyyətsiz məsələ. Çünki faktiki olaraq Osetiya onsuz da işğal olunubdur. Onsuz da Rusiya ərazisi kimi çıxış edir. Belə addımlar məncə daxili ictimai rəyə hasılıdır Rusiya daxili ictimai rəyə. Fərəc bəy, bilirsiniz ki, Rusiya Azərbaycanın da öz nüfuz dairəsində saxlamağa çalışır, öz imperiya siyasəti maraqlarından, bu baxımdan Qarabağda da hərbi mövcudluğunu qorumaqdadır. Bilirsiniz ki, bir neçə gün öncə Azərbaycan ordusu Xocalı rayonunun Fərux kəndini və Daşbaşı yüksəkliyini işğaldan azad etdi. Bununla əlaqədar Rusiya Müdafiə Nazirliyi Azərbaycana qarşı çox ciddi bir açıqlamada bulundu ki, Azərbaycan Müdafiə Nazirliyi də bunun çox sərt cavabını verdi. Yəni, Rusiyanın bu açıqlaması sizdə hansı fikirləri formalaşdırmağa imkan verir? Rusiya Qarabağdan çəkiləcəkmi bundan sonra? Bilirsiniz, Rusiya belə dövlətdir ki, buna qarşı yalnız güclə danışmaq lazımdır. Güclü olmaq lazımdır və qarşılıqlı olmaq lazımdır. Azərbaycanın vizyonu budur, güclənməkdir və əslində Şuşa bəyannnaməsi, bundan əvvəlki addımdan Türkiyələ bir yerdə artıq ortaq gələcəyimizi müəyyənləşdiririk devizi də onu göstərir ki, bütün məsələlərdə ortaq bir davranış vardı. Elə yeri gəlmişkən Ukrayna, Rusiya məsələlərində də Azərbaycan, Türkiyə ortaq davranırlar və həm prosesə girmirlər, tərəf kimi girmirlər, həm də prosesdən kənarda qalırlar. Barışdırıcı olaraqdan bir missiya yerinə yetirməklə bağlı bir yerdə razılaşırlar. Cənab Erdoğan da ifadə elədi ki, biz Azərbaycan prezidenti Rusiyanı çox yaxşı tanıdığından son dəfə də müzakirələrdə məsləhətləşmələr apardı. İndi mən bunu nə üçün deyirəm? Əlbəttə, biz bütün məsələnin içərisində Azərbaycan maraqlarından çıxış etməliyik. Bu bizim üçün qırmızı xəttdir, başqa cür ola bilməz. Rusiyanın bir müqavilə bağladıq biz. Müqavilə deməyək, deyək ki, bir bəyanat verildi Moskvada, niyyət protokolu. Çünki bu ratifikasiya olunan bir sənəd deyil, müqavilə deyil. Orada bu iddiaların təkcə birini götürəndə birincini, Rusiyanın bu davranışları ortada olmamalıdır. Çox anormal davranışları var ortada. Delyaginin tərbiyəsizliyi olsun, Rusiya Müdafiə Nazirliyinin tərbiyəsizliyi olsun, Rus sülhməramlıları adı altında Azərbaycanda olan əsgərlərin indiyə qədər elədikləri hərəkətlər olsun. Dünən üçün artıq məlumat var ki, Pirlər kəndində ermənilər gətirilib də onlara paltar, silah faydalanıbdır və bu Rusiya sülhməramların gözü qarşısında oldu və s. Yəni, müqavilə bir sığorta sənədi kimi. Mən məsələn, iki dövlət toqquşur. Burada Azərbaycan təhlükəsizliyi və ehtiyatlı davranışı üçün bir sığorta kəndiri kimi istifadə eləmək kimi qəbul edirəm. Çünki Rusiya tərəf heç bir müqavilə əhəmiyyət verməyən bir dövlət kimi imici vardı. Çünki 10 noyabr bəyanatında indiyə qədər demək olar heç bir bənd yerinə yetirilməyibdir, xüsusən 4-cü bənd yerinə yetirilməyibdir. Bayaq toxundum. Erməni silahlı qüvvələri oradan çıxarmaq əvəzinə ki, orada göstərilirdi ki, bu silahlı qüvvələr çıxarında paralel olaraq Rusiya əsgərləri yerləşəcək. İndiyə qədər çıxarmamaqla bərabər yeni dəstələr yaradılır, silahlandırılır,
və ondan bir gün əvvəl də dırnaqarası o Dağlıq Qarabağ separatist parlamenti qərar qəbul edir ki, təhlükəsizlik qüvvələrinin özünün hərbi dəstələri yaradılsın. Belə bir qərardan sonra da yəni bunlar Rusiyanın gözündən kənarda baş vermir. Orada bir Rus icması yaratmaq üçün Moskvadan xüsusi bir missionerin ora gətirilməsini bura əlavə eləsək, bunlar təsadüf deyirlər. Və hesab edirəm ki, siz bayaq doğru qeyd elədiniz, Rusiya bütün onlarda maksimum bölgənin dişinə vurur. Bir zondaj əməliyyatı keçirir. Əgər onun imkanı varsa, bölgədə qalmaq, Azərbaycan ərazilərini də öz protektoratlarına çevirmək, Osetiya kimi, Dresden kimi, Donetsk kimi eləməyə çalışır. Əgər bu mümkün olmazsa, hərbi baza kimi qalmaq. Üçüncü variant, bu da mümkün olmazsa, biraz yumuşaq variant, delimitasiya və demarkasiya proseslərində əngəl törətməklə o gəlib orada qalmaq məsələsi və sərhədlərdə və dəhlizlərə nəzarət etmə məsələsində deyək ki, nəzərdə tutur. Amma mən hesab edirəm ki, biz ki, o dişli bir siyasət yürütdük. Xüsusən siz bayaq qeyd elədiniz, Müdafiə Naziri çox yaxşı bir bələddir. Belə məsələdən sonra dərhal üz istədi. Delagin də üz istədi. Rusiya Müdafiə Naziri özü bir fərqli addımlar atdı. Biz bu duruşumuzu davam elətdirdikcə Rusiya sülhməramları vaxtından əvvəl Azərbaycanı tərk etmək məcburiyyətində qalmalıdır. Biz bunu təmin etməliyik. Yəni o müqavilə də əməl eləməkdir. Son vaxt bağlanan niyyət protokoluna da 10 noyabr bəyanatında da əməl eləməkdir. Amma mən hesab edirəm ki, Azərbaycan tərəfi yaranmış vəziyyətdən də maksimum faydalanmalıdır və biz təsirlərimizi, təzyiqlərimizi, ictimai təzyiqlərimizi artırmaqla ən azından o bəyanatda əməl olunmasını tələb etməliyik. Və maksimum istəyimiz də təcili şəkildə Rusiya sülhməramlarının Azərbaycanın tərk edilməsini təmin edir. Çünki əgər sən üzərinə öhdəlik götürüb, burada antiterror əməliyyatı apara bilmirsənsə, bunu Azərbaycan özü eləyə bilir. Dediyiniz kimi, Fərruxda başqa yerlərdə bu hadisələr oldu. Biz gözümüzün qabağında bir qanun qəbul edəcək, separatist bir rejim və orada da silahlı dəstək yaradacaqsa, mən ölkəmin təhlükəsizliyi səninlə niyə etibar edilməli? Sən öz sərhədlərindən kənarda bir ölkəni ilhaq edirsən, Ukraynanı, darmadağın eləmişsən oranı, Osetiyada başqa yerlərdə Rusiyanın təhlükəsizlik naminə operasiyalar, əməliyyatlar aparmaq özünün dediyi kimi aparsansa, mənim ölkəm daxilində bir iş görməyimə mane ola bilməzsə, məncə biz biraz məsələlərdə daha sərt tədbirlə görməyə çalışmalıyıq. Fəraz bəy, Rusiyanın bu maneələrindən sanki biraz uzaqlaşmaq üçün Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü təşkil olunur. Aprelin 6-sında keçiriləcəyi qeyd olunub. Avropa Şurası prezidentinin vasitəçiliyi Rusiya bu görüşdə bir nəticə əldə olunmasına imkan verə bilərmi? Qeyd etdiyim kimi Rusiya regionda öz nüfuzunu qorumağa, Ermənistana və Azərbaycana təzyiqlərini saxlamağa çalışır. Bilirsiniz, çox yaxşı bir məsələyə deyək, üstü-örtülü işarə elədiniz. Rusiya iki tərəfli görüşlərdə maraqlı deyil. Xatırlayırsınızsa, Ermənistan və Azərbaycan bir yerdə görüşmək haqqında qərar qəbul edəndə, Türkiyədə görüşmək istəyəndə, ilk görüşü Moskvada keçirməyini təşkil elədilər və imkan vermədilər. Və diplomatik forumda Çavuşoğlu bəyan elədi ki, mən deməli Ermənistan Xarici Naziri və Azərbaycan Xarici Nazirində birlikdə üçlü görüş keçə bilmədim, alınmadı. Bu təbii ki, Azərbaycanın manəsindən oldu. Ermənistan bundan qaçıbdılar. Yəni Ermənistan tərəfi bəzi məsələlər var ki, Rusiya istəyindən kənara çıxa bilmirlər. Kölə bir dövlətdir təbii ki, parxoz dövlətdir. Və bu günləri bizim prezidentimiz səhər-səhər ATƏT-in rəhbərliyi ilə görüş keçirdi. Orada da bildirdi ki, biz 5 bəndlik təşkillər vermişik. Oradan bir olumlu cavablar var ki, biz bu məsələ, bu da bizə ürəyimizcədir ki, belə bir olumlu cavablar olsun. Yəqin ki, növbəti görüşdə ayın 6-sında bu müzakirə olunar. Göründüyü qədər Paşinyanın da Ermənistan tərəfində bu məsələlərdə istəklər var ki, müəyyən addımlar atsınlar. Amma bütün mənalarda onlar Rusiya birbaşa və yaxud da dolayı yolla bu məsələlərdən çəkilməyə çalışır. Məncə sonrana qədər Ermənistan Azərbaycan tərəfinin ikili olaraq bir yerdə görüşməsində maneçiliklər törədəcəklər, amma Rusiyanın başı kifayət qədər qarışıqdır. Artıq Ermənistan da hesab edirəm ki, bu məsələlərin bu cür gərgin davranmasında sonucun nə olacağını anlayır. Çünki bu sona qədər belə davam edə bilməz. Nə delimitasiya, demarkasiya məsələləri, nə bizim keçmiş Dağlıq Qarabağ ərazisi adlanan indiki Qarabağ iqtisadi zonasında baş verənlərlə bağlı məsələ belə davam edə bilməz. Azərbaycan masada
Ermənistan qaçmağına baxmayaraq sahədə işini görür. Bu da yaxşı bir taktikadır. Yəni sən özün bilərsən. Qarışmırsan, mən öz işimi görəcəm. Dəhlizlərlə bağlı. Bəli. Zəngəzur dəhlizində Ermənistan tərəf yaxasını kənara çəkdi. Rusiyanın təbii ki, buradadır yenə də müəyyən təsir olmuşdu. Azərbaycan İran üzərindən o işləri gördü. Ən azından alternativ yol kimi qoyub ortaya. Sabah o Zəngəzur dəhlizi açılarsa daha yaxşı. Yəni biz gözləmirik. Onların girovuna çevrilmirik. Cavabı yekunlaşdırım ki, Rusiya bundan sonra da bütün mənalarda prosesdə olması, onun diqqəsi ilə danışıqların baş tutması, onun istədiyi məsələlərin müzakirə olunması və nəticələrin çıxmasında təzyiq eləməyə çalışacaqdır. Amma zaman Rusiyanın əleyhinə işləyir və Azərbaycan tərəfində bu tövbü ki, Azərbaycan ki, yoxladılar, Lelyaqinin dili ilə, nə bilim, Müdafiə Nazirliklərinin dili ilə Azərbaycanın da duruşunu gördülər. Məncə artıq bu məsələdə Ermənistanın geri çəkmə imkanları məhdudlaşır. Fərəz bəy, bu ərəfədə, yəni Rusiya-Ukrayna arasında müharibə getdiyi bir zamanda Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanın Özbəkistana səfəri və eyni zamanda hərbi saziş imzalaması Özbəkistanla çox diqqəti çəkən məqamdır. Bu, Türk Dövlətləri Təşkilatının güclənməsi yolunda bir addım hesab etmək olarmı? Tamamilə razılaşıram. Qazaxstanda proseslər başlayanda da mən düşünürdüm ki, və bunu da ifadə edirdim həmişə ki, burada Rusiya oturuşa bilməz, qala bilməz. Yəni bir yerdə gəlib girərsən ona, amma o süngünün üstündə çox oturmaq mümkün deyil. Birinci, Qazaxstan çox böyük dövlətdir, ərazisi çox böyük dövlətdir. Orayla kontrola götürmək, iki düşkün sülhməramlı adı altından əsgərin girmək mümkün deyil. İkinci, mən həmişə 10 illərdir deyirəm, Rusiyanın müfləşdirilmiş bir ordusu var, Ukraynada göründü, heç onun gücü də yoxdur ki, bir şeylər eləsin. Amma çıxmasının əsas səbəblərindən birisi Çin iqtisadiyyatına ağır zərbələrin gözləndiyindən Çinin də təsir oldu təbii ki və Türkiyənin çox böyük təsir oldu. Bugün Türkiyə-Rusiya münasibətləri elə quruldu ki, bir çox məqamlarda kifayət qədər əks mövqelər olsa da bəzi məqamlarda anlaşmaq imkanı vardı. Yəni bir düstur müəyyənləşdiriblər. Nədə bacarırsa orada danışaq. Yəni məncə Ukraynanın, Qazaxstanda Rusiyanın çıxmasından sonra Özbəkistanın fərqli adımlar atması, elə Qazaxstanda Tokayevin də gözlənilmədən daha fərqli adımlar atmasını göstərdi ki, Türk Dövlətləri Təşkilatını boğma cəhdi kimi görülən məsələlər baş tutan deyil, bu təşkilat daha da böyüyəcəkdir. Çünki xatırlayırsınızsa, Qazaxstan hadisələrindən sonra bir Xarici Nazirlərinin bir formatda görüşü oldu. Orada qərar qəbul olundu ki, biz daha geniş sahələrdə əməkdaşlıq etməliyik, hətta təhlükəsizlik məsələsində də və kəşfiyyat məsələlərində də. Özbəkistanda da artıq hərbi müqavilə bağlandı Türkiyənin, bilirsiniz. Bəli. Qazaxstan və digər Türk respublikalarından da çox ciddi şəkildə ilişkilər dərinləşdirilir. Hesab edirəm ki, indiki məqamda bu yeni dünya düzəni deyirlər, qurulur, bir format olunma gedir düzəndə. Məncə köhnə sistem özünü doğrultmur. Artıq BMT ilə bağlı deyimlər var ki, özünü doğrultmur. NATO düzdür, indi qorxudan toparlandı bir yerdə, amma KTBT zaten yoxdur. Rusiyanın əlaltılarının bir yerdə olduğu bir qurum idi. Burada çox effektli bir qurum olaraq Türk Dövlətlər Təşkilatı ortaya çıxma imkanları var. Çünki bu birinci heç bir tərəfi tutmur. Yəni nə NATO'dadır, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındadır ki, qarşı-qarşı gəlmiş tərəflərin yanında cinahların birində deyək ki, əskər formatında dayansın. Bu tamamilə fərqli bir müstəvidə öz təhlükəsini qoruyan, hücum taktikası yürütməyən, doktrinasında belə bir istəyi olmayan, təhlükəsizliyini və inkişafını təmin edən bir sistemdir. Bunu Türk respublikalarda onu gördülər. Yəni əvvəl KTMT özünü, deyək ki, bəlkə burada özünü qoruyaram kimi görən dövlətlərdə Qazaxstan timsalında gördülər ki, günün birində lazım bir yerdə gəlib sənin özü elə əzərlər. Yaxud da Ukrayna eyni etnosdur Rusiyanın, eyni sivilizasiyadır, eyni din daşıyıcılardır, amma bugün nə oynaçılar orada, bütün uşaq qatillər orada əhalini qırıb töküblər, Ukrayna daş üstündə qoyurlar. Ona görə belə vəziyyətdə Türk Dövlətləri Təşkilatına daxil olan Türk cümhuriyyətləri bundan sonra daha dərin inteqrasiyada olacaq, daha ciddi şəkildə, daha formal olaraqdan kağız üzərində yox, məncə daha ciddi şəkildə səylərini birləşdirəcəklər və məncə Türk dünyasının, o cümlədən Azərbaycanda xilası bu təşkilatın ayaq üstü durmasındadır. Fərəz bəy, son olaraq bir məsələyə də diqqət çəkmənizi istərdim. Yəqin diqqət etdiniz, bu günlərdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova
Qazaxıstanın Almatı şəhərində MDB dövlətlərinin parlament assambleyasında çıxışı zamanı Azərbaycan Respublikası deyil, Azərbaycan SSR ifadəsi işlətdi. Bu sosial şəbəkədə çox ciddi qınaq obyektinə çevrildi, tənqid olundu. Hətta xanım Sahibə Qafarovanın istifasını tələb edənlər var. Sizcə bu bir təsadüfi, texniki səhvdir, yoxsa necə? Ümumiyyətlə parlament sədri istefa verməlidirmi deyilənlərə istinad etsək? Mən Sahibə xanımın cavabını dinlədim. Baxdım, çox tutarlı bir cavab veribdi. Baş verən hadisələrin üstündə gəzişmə, Azərbaycanın mövqeyi çox ciddi şəkildə də orta mövqedir. Mən Sahibə xanımdan Avronest Parlament Assambleyasında nümayəndə heyətində bir yer olmuşum. Çox yaxşı tanıyıram. Olduqca millətlə bağlı, dövlətçi bir xanımdır. Və mən hesab edirəm ki, texniki bir hadisədir, məsələdir. Hər birimiz vədaətən danışımızda istənilən ifadələrdə qüsurumuz ola bilər. Artıq nə SSR vardı, nə də Azərbaycan SSR vardı. Yəni bunu bu qədər abartmaq və nəinki istefa, ümumiyyətlə etik normallaşmaq məncə doğru sayılmaz. Çox sağ olun Fərəz bəy, təşəkkür edirəm. Mən təşəkkür edirəm, siz sağ olun.